Salam əziz beşincilər. Bu günlərin biz nümunə kiçik summativ qiymətləndirmə testlərinə baxacağıq. Mətni əvvəlcədən siz oxumuşsunuz. Bildirir ki, birinci sualda mətnə əsasən nöqtələrin yerinə hansı fikrin yazılmağı daha məqsədə uyğundur? Ertəsi gün bütün kəndlilər öz işlərini qoyub yanan ambara getdilər. Əl-ələ verərək yanan ambarın yerində yeni bir ambar tikdilər. Kəndli və yoldaşı göz yaşları içində kəndlilərə minnətdarlıq etdi. Yaşlı kəndli isə əslində minnətdar olmağa ehtiyac yoxdur dedi. Sadəcə olaraq düşündü ki, ən uyğun gələnini istəyir, daha məqsədə uyğun olanı. Qəlbimizdə bir fəlakətin kədərini daşımaqdansa, bir səadətin sevincini daşımaq daha yaxşı. Cavabımız elə A variantdır. Hər şeyin bir çarəsi var, bəli, bu da nisbətən uyğun gəlir. Lakin hər şeyin bir çarəsi var. Bunu biz ən uyğun variant kimi götürə bilmirik. Həm də ki, artıq əvvəldə bu narahat olmayın, hər şey bir çarə var. Bu artıq əvvəldə deyilən bir ifadədir. Əvvəldə deyilən bir ifadədir. Ona görə biz bunu götürmürük. Çünki mətnin əvvəlində var. Sizinlə ədavətli olub sevilənləri utandıraq. Mətndə ədavətdən danışılmır ki, biz bunu götürə bilək. Yıxılara balta vuran çox olar. Bu da getdi. Orada kimisə belə deyim ki, arxasından iş görməyi və yaxud da ki, yıxılana balta vuran, yəni ki, bu ifadələrdən istifadə olunmayıb ki, biləsən ki, kimlənsə ədavəti var, hadisə buna görə baş veribdir. Buna görə getdi. Tünd hərflərlə verilmiş sözü əvəz edə bilməz. Tünd hərflərlə verilmiş söz hər kəsin bu hadisədən təsirlənməyi, bir şeyə təsirlənmək, duyğulanmaq deməkdir, kədərlənmək, diqqətə gəlmək, məyus olmaq, məmnun olmaq isə bir şey sevinməkdir. Baş verən bir hadisəyə sevinmək. Mətndə təsirlənmə ifadəsinin qarşılığı məmnun olmaq deyil, cavab deyil. Mətni əsasən müəyyən etmək olar. Ambarda nə qədər ərzaq var bilə bilmərik. Ambarın hansı səbəbdən yandığını da bilmirik. Ağsaqqalın müdrik adam olduğu, kəndliyə neçə nəfər kömək etdiyini də bilmirik. Amma ağsaqqalın danışığından biz onun necə bir insan olduğunu bilə bilərik. Cavabımız C. Daha sonra, mətndə ifadələr var, hansılar məcazi mənalıdır. Kəndimizdə bir ailə müflis oldu. Müflis olmaq həqiqi mənadadır, biri götürməyəcəyi. Əzab çəkmək, ipi çəkmək olsaydı həqiqi olardı və yaxud da əşyaların yerini çəkmək. Amma ki, əzab çəkmək bu məcazi mənada olan ifadədir. Daha sonra əl-ələ verərək yanan ambarın yerində yeni bir ambar tikdilər. Burada əli əlin üstünə qoymaqdan, həqiqi mənada olan əl üstə qoymaqdan danışılmır. Köməkləşməkdən danışır deyə bu da məcazi mənadır. 2 və 3'dür cavabımız. Yəni B variantı. Mətnin ideyasını daha uyğun gələn müfikir müəyyən edin. Mətnin ideyası qonşusunun quzusu qonşu qoç kimi görsənir. Bunun əlaqəsi yoxdur. Yaxşılıq elə dəryaya at, balıq bilməsə xaliq bilər. Burada yaxşılıq edib kiməsə bildirmədən gizli yaxşılıq etmək. Məsəl üçün, belədir ki, bir əlin verdiyini heç kim bilməli deyil. Digər əl bilməz. Belə bir ifadə var. Yəni, bundan bəhs olunmur. Kiməsə etdiyin yaxşılığı gizli saxlamaqdan bəhs olunmur. Burada kəndli ona kimin yaxşılıq etdiyini çox gözəl bilir. Və getdi. Tarda qalan birine edilən yaxşılıq baş ucaldı. Cavabımız C-dir. Yaxşılığa yaxşılıq hər kişinin işidir. Yamanlığa yaxşılıq hər kişi. Burada hansısa bir yamanlıq, edilən pisliyə qarşı yaxşılıqdan danışılır deyə bir şey yoxdur. Pislik edilməsində və onun qarşılığında yaxşılıq görməkdən danışılmır. Cavabımız getdi. Cavab C. Bu şeir parçasında hansı samitlər iştirak etmir? Qeyz eyləyər, çən çəkilər dağlara. Məsəl üçün, R samitimiz var. Q da var, Y da var, Z da var. Məsələn, R olanları çıxa bilərik. Cavab B getdi. Sonra L da var. C də gedir. Hətta burada qəhrindən D samiti də var. Cavabımız A'dır. M, P, B samitləri yoxdur. Həm də ki, bu samitləri iştirak edən zaman dodaq bir-birinə toxunmalıdır. Biz bu şeiri oxuyanda dodaqlar bir-birinə toxunmur. Hətta ədəbiyyatda belə bir şeirə dodaq dəyməz deyilir. 7. Hansı sözlərə sayətlə başlanan şəkilçi artırsa heç bir halda Q-yu əvəzlənməsi baş verməz. Hətta qaydanı bilmədiyi də belə. Biz buna sayət artıraraq tapa bilərik. Külək sözünə əylə başlayan sayət artıranda küləyə. Ərik sözünə artırdıqda əriyə. Çiçəyə. Amma kürk və iştirak sözlərinə sayətlə başlanan şəkilçi artırdıqda necə var ilə qalır? Cavabımız da.
Səhv yazılmış söz. Fənlər sözü, ümumiyyətlə fən sözü qoşan ı-la yazılan sözdür. Amma biz ona samitlə başlanan şəkilçi artıranda n-dan biri düşür, olur fənlər. Bu getdi. Yazılışı düzdür, xətsiz də eyni qaydada. Haqq nahaq isə mürəkkəb sözdür və qoşa samit mürəkkəb sözün birinci tərəfində olduqda yazılmalıdır. Hökmdar sözünə gələk. Hökmdar sözünün tələffüsü hökmdardır, amma yazılışda isə hökmdar olmalıdır. Yəni ki, yazılış zamanı orada ü olmalı deyil. Cavabımız A-dır. Hansı sözdəki samitlərin heç birinin qarşılığı yoxdur? Məftil sözündə t-nın qarşılığı var, təmir sözündə t-nın, bərna sözündə b-nın, amma mineral sözündə m, n, r, l. Sonra samitlər ancaq iştirak edibdir. Cavabımız D. O çek sözü. O saytı A kimi tələffüz edilir. O çek sözündə o necə var, elə yazılır, elə də deyilir. Kosmos sözündə də eyni qaydada. Orden sözüdür. Amma samovar sözü, samovar yazılır, samavar deyilir. O aya keçir. Proqram sözü proqram deyilir. Cavabımız B. Verilmiş tələblərin hər ikisinə uyğun olan söz. Yazılışı ilə deyilişi fərqlənmir. Heç birində fərqlənmə yoxdur. Tərkibdəki samitlər hamısı kardır. L samiti cingitlidir. C cingitlidir, müəmmada m cingitlidir. Amma x sözündə x-da, s-da kar samitdir. Cavabımız D. 12-ci sual. Hansı sözdəki cingitli samiti kar qarşılığı ilə əvəzləyəcək yeni söz alınır? Cingitli samiti kar qarşılığı ilə. Saman sözündə s kardır. Təmir sözündə t kardır, səfər sözündə s kardır. Zəhər sözü cingitli samitdir z. Biz onu kar qarşılığı s ilə əvəzləyirik. Zəhər, səhər. Cavabımız D. 13-ə baxaq. Uyğunluğu müəyyən edir. K kimi tələffüz olunur. Müvafiq. 1B. X kimi ilıq, ilıq. Amma Q samiti kimi tələffüz olunur A variantı. Bu sualın cavabı belə cavab hissəsində səhv verilibdir. Miqyas sözü. Bilirik ki, Q'dan sonra cingiltli samit gələndə Q necə varsa elə də qalmalıdır. Cavabımız C variantı. Hansı cümlədə incə saitlərin ahəngi gözlənib? Yəni, həmin cümlədə qalın saitlər yoxdur. A getdi çünki A burada qalındır. Baharın gəlişi həm qalın var, həm incə var. Onun yerinə eşən həm qalındır, həm də incədir. Və bizim incə saitlərimiz hansılardır? Ədir, idir, ödür, üdür və edir. Məktəb illəri ömrümüzün ən gözəl illərindəndir. Hamısı incə saitlərimizdir. Cavab B. Qarşılığı olan samitlər işlənibdir. Qarşılığı olan samitlər hər birində var. Qarşılığı olmayan samitimiz də var. Məsələn, A-da, B-də. Qalın saitlərin ahəngi gözlənib, deməli, yaddaş sözü gedir. Çünki yazılışı ilə deyilişi fərqlənən sözdə yaddaş sözü necə varsa elə deyilir. Qarşılığı olan samitlər işlənib, yəni olmayan yoxdur deyə A da getdi, B də getdi. Azadlıq sözü isə deyilir. Azadlıq. Necə? D-dan sonra samit gəlibdir deyə T-yə keçibdir, L-mız D-yə, Q da sonda gəlib X-yə keçib. Yəni yazılışı ilə deyiliş fərqləndi, qarşılığı olan samitlər işləndi və qalın saitlərin ahəngi gözlənildi. Cavabımız D.